Bəs yaranış kitabında 6 müddət, insanlar arasında isə 6 gün anlamı da var. 6 müddət necə ki yuxarıda deyilmişdi, kainatın ilk yaranma anından başlamış, onun hüdudluluğunun və daxilindəki göy cisimlərinin müəyyən bir ardıcıllıqla yaranma müddətidir. Bu heç də təsadüfi hesabatlardan alınan rəqəm deyil. Burada proses mərhələlərinin biri-birinə bağlılıqları, ardıcılıqları əsas rola malikdir. Yaranış anının başlanğıcının 3 müddəti yaradanın bir nöqtədən, bir yerdən iki sağ və sol tərəflərə işıq səpminə, kainatların yaranmasına və məkanların məkanlaşmasına sərf edilibdir. Müqəddəs 4-cü müddət cəm yaranışlar arasında informasiya mübadiləsinin, o cümlədən danışığın, nitqin başlanması anı üçün idi. 5-ci müddət ayrılmış istidən təsirlənən yaranışların özünə məxsus rənglərinin konturlara bölünməsi və bərqərarları müddəti idi. 6-cı müddət cəm kainatın elementlərinin, o cümlədən göy cisimlərinin bir cəmə, üzvü bir birliyə, bir bağlılığa, bir vəhdətə gətirilməsi və yaradanın özünə bağlanması üçün idi. 7-ci müddət hərəkətlərin başlanğıc anı idi. Bu müddət həm də ilkdən də əvvəlki daimi hərəkətsizliyin böyük ətələtliyindən çıxma müddəti olduğundan dartı ilə başlanmışdı və 8-ci müddət bu dartının getdikcə asanlaşması, yüngülləşməsi üçün davamı idi. Dedi ki, o partlayış anında bir nöqtədən iki səmtə işıqlar səpələndi. İsti ayrıldı. İstidən isə rənglər ayrıldı. Yaranacaq hər yaranış o ilk andan isti ilə, rənglə paylı oldu, qədərli oldu. Böyük yaradan deyir, ayrıldı, o anda ayrıldı. Partlayış anında o istidən, o rənglərdən qarası ilə qara varlıq ayrıldı. O ilkdən, yaranış anından, o partlayış anından bu yaranışdan ayrıldı. Amma bizim əksimizə oldu. Qarası ilə, qaranlığı ilə yaranışa əks oldu. O qara varlıq o an ayrıldı ki, partlayışın anı sağa və sola idi. Yəni sağ və sol tərəfə işıq səpimi ellipsoid formalı kainatı yaratdı. Yaradan aydınlaşdırmışdı ki, oval daxilində hər planet bir məkan oldu. Hər yaranan planetin mərkəzi işıq payımla paylı oldu. Yəni hər məkanın mərkəzi nüvəsi ağ işıqla paylı oldu. O qara varlıq təsir edir, güc edir. Ovalın daxilinə təsir edir. Hər yaranmışa qarası ilə, saysız sifəti ilə təsir edir, güc edir. O qara varlığın özlüyü nədir, məqsədi nədir? O işıqdan, istidən ayrıldı. O ilk yaranış anından yaranmışların əksidir, əksinədir, əks durumdadır. Məqsədi budur ki, işıqlar azalsın, az olsun, ilki kimi qaranlıqlar olsun. O qara varlıq yaratmır, yaradıcı deyil. Amma yaranışa, yarana əksidir. Düşmən kimi deyil, amma əksidir. O düşmən kimi düşmənçilik edə bilmir, amma hər yaranışa qarası ilə məqsədli olaraq təsir edir, güc edir. Deməli, o qara varlıq bir varlıq kimi partlayış anında isti və bu isti ilə birlikdə rəng ayrılarkən olan işıq qədərindən ayrılıb, ayrı durdu. İlkdən böyük yaradan işığını heç də adicə bir boşluğa səpmədi. Kainatın əvvəlki yeri boşluq olmuş olsaydı, yaradan işığı bir boşluğa səpələnib, boşluqda qalmış olardı. Amma deyilir ki, boz, sıx məkanlar arasına işıq saldım, işıqlı etdim, işığımı iki səmtə səpdim. O işığımın qədərindən kainatlar yarandı. Qədərində deyimi ovalın bu nəhayətsizliyində də bir nəhayətinin olduğunu anladır. O qara varlıq ilkin partlayış anında, o isti və istidən də rənglərin səpilən vaxtı bu yaranış arasında bir varlıq kimi əks durdu. İşıq səpdim deyimi heç də boşluğa işıq səpərək işıqla işıqlı olsun demək deyil. Qaranlıqda olan boz məkanlar arasına bir əbədiyyət işığı saçdı.
İşıq saçdım deyimiyle istini yaydığını böyük yaradan demir. Bir fikir ver ki, güneş de ışık saçır. Eğer güneş ışık saçmayıp isti yaymış olsaydı, kainatın çok yeri haddinden artık istinerdi ve müddet kainat alovlanması, kainat yanması olardı. Ama kainat yangınları yoktur ve hiçbir zaman olmayacak. Hər hansı bir yaşayış məkanında qısa bir müddətə məhşər olmuş olsa da, yalnız həmin məkan öz mərkəzindən istinib kütləsi boyu yanar. Amma o yanma ətraf məkanları yandırıb odla məhv edə bilməz. Böyük yaradan demişdi ki, yaranış anı odla deyil, işıqladır. Planetlərin mərkəzi nüvə ilədir. Ağ işıqladır, odla deyil.